Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə statika bölməsindən qüvvənin nöqtəyə nəzərən momenti mövzusu haqqında məlumat verəcəm. Demək, cismə tətbiq olunan F qüvvəsinin tərpənməz O nöqtəsi ətrafında yaratdığı fırlanma effektinə həmin nöqtəyə nəzərən momenti deyilir. Bu ifadəni vizual şəkildə izah etsək, deyə bilərik ki, tutaq ki, bizim bu formada istənilən bir sistemimiz və yaxud da cismimiz var və bu cismə A nöqtəsi ilə başlayaraq bir F qüvvəsi tətbiq olunmuşdur. Və bu F qüvvəsinin burada tərpənməz O nöqtəsinə nəzərən yaratdığı fırlanma effekti və ya buna da moment deyə bilərik, momenti istənilir. Yəni bu F qüvvəsinin tərpənməz O nöqtəsinə nəzərən yaratdığı fırlanma effektinə moment deyilir. Momentin nə olduğunu biz məktəb vaxtlarından fizikadan da bilirik və momenti belə yadda saxlamışıq ki, moment qüvvə vurulsun qola bərabərdir və statikada da ümumi olaraq ümumi prinsiplə bunun üzərində qurulub ki, moment ələ qüvvə vurulsun qola bərabərdir. Lakin burada qol necə təyin olunur və digər detallı məsələlər var ki, statikada bunlar öyrənilir. Yəni, biz momenti bilirik ki, fizikadan da bilirik ki, M hərfi ilə işarə olunur. Momenti M ilə işarə etsək və biz O nöqtəsinin nəzərə moment aldığımız üçün momentin indeksinə bir O yazsaq və düstur olaraq momentimiz nəyə bərabər olur? M0 bərabərdir. Qüvvə vurulsun qol demişik biz. Qüvvəmiz bizə verilib F qüvvəsidir. F vurulsun qol. Qolu necə təyin edirik? Baxırıq sistemimizə F qüvvəsini görürük. Demişik ki, moment qüvvə vurulsun qoldur. Bu bizim qüvvəmizdir. Qol isə nəyə bərabərdir? Seçilmiş nöqtədən həmin qüvvəyə endirilmiş perpendikulyara bərabərdir. Və baxırıq biz qüvvəmizə, görürük ki, bizdə həmin O nöqtəsindən bu qüvvəyə perpendikulyar endirilmək mümkün deyil. Lakin biz ilk dərsdən, statikanın ilk dərsindən bilirik ki, qüvvəni təsir xətti boyunca hərəkət etdirsək, həmin qüvvənin cismə olan təsiri dəyişmir və həmin, belə deyək, qüvvənin qiyməti də dəyişmir. Yəni, qüvvənin təsir xəttini uzatsaq, bu formada qırıq xətlərlə tutaq ki, uzatsaq, biraz əyri oldu və bu O nöqtəsindən həmin qüvvənin təsir xəttinə perpendikulyar endirsək, bunu da H ilə işarə etsək, o zaman deyə bilərik ki, bu H bu qüvvənin qoluna bərabərdir. Yəni, F vurulsun H. Yəni, seçilmiş O nöqtəsinə nəzərən moment qüvvə vurulsun qola hasili. Yəni, həmin qüvvənin təsir xəttinə endirilmiş perpendikulyarın hasilinə bərabər olur. Bizim ilkin olaraq əsas standart düsturumuz bu formadadır. Bu H-ı bəzi ədəbiyyatlarda D olaraq da işarə edilir, lakin heç bir fərqi yoxdur. Hər hansını istəsiz, onunla da qeyd edə bilərsiniz, yaza bilərsiniz. Və görürük ki, bu qüvvənin, belə deyək, bu O nöqtəsinə nəzərən yaratdığı moment qüvvənin istiqamətinə görə baxsaq, bu cismi saat əqrəbinin əksi istiqamətində fırlanmağa məruz qoyacaqdır. Və ümumiyyətlə, inşaat sahəsində momentin istiqaməti belə müəyyən olunur ki, əgər moment, belə deyək, burada çəkək bunu, əgər momentin istiqaməti saat əqrəbinin əksinədirsə, o zaman müsbət qəbul edilir moment. Yox, əgər saat əqrəbinin əksi istiqamətindədirsə, moment o zaman, daha doğrusu saat əqrəbi istiqamətindədirsə, o zaman mənfi götürülür. Yəni, saat əqrəbinin əksi olanda müsbət, saat əqrəbi istiqamətdə olanda mənfi qəbul edilir. Lakin siz məsələ hesablayan zaman istəsəz saat əqrəbinin əksini mənfi, saat əqrəbi istiqaməti müsbət götürə bilərsiniz. Lakin gərək məsələni həll etməyə başlayan zaman başdan sona qədər eyni qayda ilə davam edəsiniz. Əks halda hesablamalarda səhvə yol verəcəksiniz.
Yəni, amma inşaat sahəsində qarşılığı olmaması üçün sağ dəqrəbin əksi müsbət, digər istiqamət isə, sağ dəqrəb istiqaməti isə mənfi götürülür hər zaman. Demək, bu əks istiqaməti olduğunda necə olur? Yəni, tutaq ki, bizim yenə bir cisimimiz mövcuddur. Tutaq ki, bu formada bir cisimimiz vardır və bu cismə tutaq ki, burada bir B nöqtəsi var. B nöqtəsindən bir F qüvvəsi tətbiq olunur. Bir F qüvvəsi tətbiq olunur. Və yenə də həmin O nöqtəsinə nəzərən bu qüvvənin momenti, yəni fırlanma effekti istənilir. O zaman necə hesablayırıq? Yenə də eyni qayda ilə, yəni moment hansı nöqtəyə nəzərən? O nöqtəsinə nəzərən indeksinə O yazırıq, bərabərdir qüvvə vurulsun qol. Bizim qüvvəmiz F-dir və qolu necə təyin edirik? Demək, həmin nöqtədən O nöqtəsinə F qüvvəsinə perpendikular endirmək mümkün olmasa belə, həmin qüvvənin təsir xətti boyunca uzatsaq, həmin nöqtədən O nöqtəsindən təsir xəttinə perpendikular endirə bilərik. Perpendikular yəni nədir? 90 dərəcə buzaq altında endirə bilərik. Və onu H ilə işarə etsək, F vurulsun H-a bərabər olacaq bizim buradakı momentimiz. Və qüvvənin istiqamətinə baxsaq, görərik ki, bizim bu qüvvəmiz O nöqtəsinə nəzərən fırlanma effektini necə yaradır? Sağ dəqrəbi istiqamətində yaradır. Cismi sağ dəqrəbi istiqamətində fırlatmağa məruz qoyur. Amma digər cisimdə isə sağ dəqrəbin istiqamətində fırlanmağa məruz qoyurdu. O zaman sağ dəqrəbin əksi olanda demişdik müsbət, sağ dəqrəb istiqamətində olanda demişdik mənfi. Yəni o zaman biz nə edəcəyik? Bərabərliyin qarşısında bir mənfi işarəsi yazacağıq ki, momentin istiqamətinin sağ dəqrəb istiqamətində olduğunu göstərsin. Və ümumiyyətlə yadda saxlayaq ki, qüvvənin nöqtəyə nəzərən momenti vektorial kəmiyyətdir. Lakin qüvvənin oxa nəzərən momenti isə skaliar kəmiyyət olacaqdır ki, hansı ki, bunu belə deyək, mən növbəti dərsdə də qüvvənin oxa nəzərən momenti haqqında məlumat verəcəm sizlərə. Bundan başqa bildirmək istəyirəm ki, qüvvənin nöqtəyə nəzərən momentinin əsas 3 xassəsi mövcuddur. Bu 3 xassə haqqında sizlərə məlumat verəcəm. Demək, birinci xassə, ilk növbədə tərifi qeyd edeyim, daha sonra tərifi sizə vizual şəkildə izah edeyim. Qüvvənin nöqtəyə nəzərən momenti bu qüvvəni öz təsir xətti üzrə istənilən yerə köçürdükdə dəyişməz. Yəni, tutaq ki, bizim bir cisimimiz mövcuddur. Böyük bir cisim çəkək. Bu formada bir cisimimiz mövcuddur. Və bu cisimə tutaq ki, burada A nöqtəsi var. A nöqtəsindən bir F qüvvəsi təsir göstərir bu cisimə. Və burada da cismin tərpənməz O nöqtəsinə nəzərəndə bu qüvvənin momenti istənilir. Onu necə tapırıq? Bayaq dediyimiz qayda ilə. Yəni M indeksində, yəni O nöqtəsi 0 bərabərdir. Qüvvə vurulsun qol. Qol nəyə bərabərdir? Qüvvənin təsir xəttinə uzadılmış perpendikulyara bərabərdir. H-la işarə etsək, H-a bərabər olur. Baxırıq ki, cismi necə dəyişir? Sağ dəqrəbinin əksi, sağ dəqrəb istiqamətində daha doğrusu cismi fırlamağa çalışır gördüyümüz kimi. O zaman qarşısına da bir mənfi yazırıq. Tutaq ki, bu tərifdə necə deyirdi? Öz təsir xətti üzrə istənilən yerə köçürdükdə, qüvvəni öz təsir xətti boyunca istənilən yerə köçürdükdə. Tutaq ki, təsir xətti budur, gətirib bu nöqtəyə köçürdürük. Bu nöqtədə olsun, deyək ki, B nöqtəsi. B nöqtəsindən tətbiq edirik bu F qüvvəsini. B nöqtəsindən tətbiq edirik. O zaman O nöqtəsinə nəzərən bu F qüvvəsinin qiyməti nəyə bərabər olacaqdır? M O bərabərdir F vurulsun həmin qüvvənin təsir xətti yenə H-dır, vurulsun H-a. Sağ dəqrəbin istiqaməti nədir? Mənfi. Yəni nə olur? Qüvvəni, tərifimiz necə idi? Qüvvəni təsir xətti boyunca istənilən yerə köçürdükdə həmin qüvvənin həmin cismə olan təsiri və həmin seçilmiş nöqtəyə nəzərən yaranmış momentin qiyməti
nə etməz? Dəyişməz. Gördüyünüz kimi onu da ispat etmiş olduq. Bu bizim qüvvənin nöqteyə nəzərən momentinin birinci xassəsi. İndi isə ikinci xassəsi haqqında sizə məlumat verim. Demək ilk növbədə tərifi qeyd edeyim. Qüvvənin nöqteyə nəzərən momenti bu qüvvənin başlanğıc və son nöqtələrini moment nöqtəsi ilə birləşdirdikdə alınan üçbucağın sahəsinin iki mislinə bərabərdir. Yəni onu həmin üçbucağın iki mislinin sahəsi ilə də tapmaq olar. Qüvvə vurulsun qolla hesablaya bilməsək, yaranmış üçbucağın hesablayıb onun iki mislinə bərabər olduğunu müəyyən edə bilərik moment. Yəni ki, tutaq ki, bizim bir cismimiz mövcuddur. Böyük bir cisim çəkirəm. Bu cisimdə tutaq ki, burada bir A nöqtəsi var. A nöqtəsində bir F qüvvəsi. Qoy burada çək. F qüvvəsi tətbiq olunub. F qüvvəsi tətbiq olunub və cismin O nöqtəsinə nəzərən bu qüvvənin yaratdığı moment, yəni fırlanma effekti bizdən istənilir. Nəyə bərabərdir? Biz əgər düsturla hesablasaq, yuxarıdakı qayda ilə hesablasaq, M0 bərabərdir qüvvə vurulsun bu qüvvənin təsir xəttinə endirilmiş perpendikulyar. Qüvvənin təsir xəttini uzadırıq. Baxın, bu formada uzatdıq. Endirilmiş perpendikulyar. Bu da H-dır. Vurulsun H-a bərabərdir. Düzdürmü? Və bizim tərifimiz necə idi? Bəs başqa necə hesablaya bilərik? Həmçinin hesablaya bilərik. Demək, o bərabər yazım saxlayayım. Demək, qüvvənin, bunu qırmızı ilə işarə edəcəm. Yəni, qüvvənin nöqtəyə nəzərən momenti həm bu qüvvə vurulsun qola bərabərdir, həm də bu qüvvənin başlanğıc və son nöqtələrini moment nöqtəsi ilə birləşdirdikdə biz dediyi kimi edək. Tutaq ki, bu qüvvənin başlanğıcıdır. Bu da sonu. Sonuna da bir dənə B yazaq. B nöqtəsidir. O nöqtəsi ilə, yəni moment nöqtəsi ilə birləşdirək. Yəni, buranı birləşdirək. Bir də buranı birləşdirək. Birləşdirdik. Düzdürmü? Birləşdirdikdə alınan üçbucaq. Alınan üçbucağı görürsünüzmü? Baxın. İştiqləyirəm. Üçbucaq alındı. Bu üçbucağın sahəsinin iki mislinə bərabərdir. Üçbucağın sahəsi S. Üçbucaq AOB. AOB. Nəyə bərabərdir üçbucağın sahəsi? Hündürlük vurulsun oturacağın yarısına bərabər. Düzdürmü? Hündürlük nədir? H. H. Vurulsun oturacaq hansıdır? F qüvvəsi. Oturacaq da F qüvvəsi bölünsün 2-yə bərabərdir. Düzdürmü üçbucağın sahəsi? Və bizə nə deyirdi? Moment, bu qüvvənin momenti nəyə bərabərdir deyirdi? Yəni M0 nəyə bərabər deyirdi? Üçbucağın sahəsinin, yəni F' vurulsun H bölünsün 2-nin 2 mislinə. Vurulsun 2. 2'lər gedir. Nəyə bərabər olur? F vurulsun H-a bərabər olur. Yəni gördüyümüz kimi onsuz da biz həmin ifadəni almışıq. Qüvvə vurulsun qola, həmçinin yaratdığı üçbucağın sahəsinin 2 mislinə. Eyni ifadəyə bərabərdir. Gördüyünüz kimi. Yəni hər iki düsturla da hesablayıb, momenti qüvvəyə nəzərən O nöqtəsində yaranmış momenti tapa bilərik. Ümid edirəm bu da sizlərə aydın oldu. Üçüncü bir qüvvənin nöqtəyə nəzərən momenti haqqında xassə isə demək budur. Qüvvənin nöqtəyə nəzərən momenti o vaxt sıfıra bərabər olar ki, onun təsir xətti həmin nöqtədən keçmiş olsun. Yəni, tutaq ki, bizim bir cismimiz var. Bu formada bir cismimiz var. Və bu cisimdən tutaq ki, bir A nöqtəsi var və A nöqtəsindən bir F qüvvəsi tətbiq olunub. F qüvvəsi tətbiq olunub. Və cismin üzərində də bir O nöqtəsi var və bu O nöqtəsinin, bu F qüvvəsindən O nöqtəsinə nəzərən yatdığı moment istənilir. Demişik, necə hesablanır? M0 bərabərdir F vurulsun qüvvənin təsir xəttinə endirilmiş perpendikulyar. Qüvvənin təsir xətti necədir? Budur. Qüvvənin təsir xətti. Düzdürmü? Təsir xətti budur. Qüvvənin təsir xəttinə
O nöqtəsindən perpendikulyar necə uzadılır? Gördünüz, perpendikulyar istiqamətdə qüvvənin təsir xəttini uzatmaq mümkündürmü? Yox. Yəni o zaman h nəyə bərabərdir? Bu düsturumuz f vurulsun h-dır. Əgər görürük ki, qüvvənin təsir xəttinə o nöqtəsindən perpendikulyar uzatmaq mümkün deyilsə, deməli h nəyə bərabərdir? 0. O zaman burada da yazsaq ki, f vurulsun 0, cavab 0. Yəni momentimiz nə oldu? Qısacası o nöqtəsinin nəzərə momentimiz 0-a bərabər oldu. Beləliklə biz tərifimizi isbat etmiş olduq. Yəni tərifimiz necə idi? Qüvvənin nöqtəyə nəzərə momenti o vaxt 0-a bərabər olar ki, onun təsir xətti həmin nöqtədən keçsin. Baxın, həmin nöqtədən keçir. Beləliklə biz 3-cü xassəni də sizin nəzərinizə çatdırmış olduq.